Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhluzada küçəsində ictimai yaşayış obyektində yanğın baş verməsi haqqında saat 14:41 dəqiqədə Fövqəladə Hallar Nazirliyi 112 qaynar xəttinə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin qüvvələri, Dövlət Yanğın Mühafizə Xidməti, Xüsusi Riskli Xilas Etmə Xidməti 5 istiqamətdən əraziyə cəlb olunmuşdur. Ümumi sahəsi 1650 kvadrat metr olan marketin özü və ambar hissəsi yanğın hadisəsi müşahidə olmuşdur. Yanğın zamanı yanğın söndürənlər tərəfindən baş vermiş yanğın hadisəsinin digər ərazilərə keçməsinin qarşısı alınmışdır. Belə ki, yataqxana binasına və onun qarşısında olan piştaxtalara, satış məntəqələrinə yanğın keçməsinin qarşısı alınmışdır. Eyni ilə yanğın söndürülməsi zamanı marketin özünə yanğını keçməsinin qarşısı tam alınmışdır. Yanğın yerində təxminən 650 kvadrat metr sahə yanmışdır. Digər sahə mühafizə olunmuşdur. Eyni zamanda 4 vətəndaşa məxsus avtomobil yanmışdır yanğın zamanı. Yanğının ilkin səbəbləri bəllidir. Hazırda bu istiqamətdə araşdırma işləri gedir. Bununla bağlı sizə ətraflı məlumat veriləcək. Salih bəy, ard-arda partlayış səsləri eşidildi içəridə. Yəqin ki, o müxtəlif soyuducular və kondisionerlərin balonları idi. Bəli. Ya sizin əməkdaşlardan, ya da bazar günü idi, bilmirik, işləyirdilər, fəaliyyət göstərdilər yoxsa yox. Xəsarət alan olubmu? Obyekt işləyən obyektdir, yəni daimi olaraq fəaliyyətdədir. Ancaq ki, heç kimin xəsarət alması ilə bağlı bizə məlumat daxil olmayıbdır.